Həyat o vaxt başlayır ki, ölməyi qəbul edirsən ki, sən bir zaman bu həyatda olmayacaqsan. Qorxmaq normaldır. İtki həyatın bir üzüdür və həyatda olan heç bir şeyə sən o qədər bağlanmamalısan ki, bu səndə yaşamaq eşqini söndürsün və öldürsün. Mənə görə bütün proseslər beyində gedir. Beyində o baxış tərzini, o düşüncəni biz əgər dəyişsək, bütün qorxularımız, narahatçılıqlarımız hamısı çıxıb gedəcək. Dəyərlərin itirilmə qorxusu, həyatın itirilmə qorxusu, əziz olan insanları itirmə qorxusu. Bunlar normal insani hisslərdir. Mən ilk olaraq özümdə bunu qəbul eləmişəm və bundan barışmışam ki, qorxuramsa bu normaldır. Bu zəiflik deyil. Bu məni zəif eləmir, bu məni öz gözümdən salmamalıdır. Nə qədər mən qorxmamağa çalışıram, onda daha çox qorxuram. Ona görə bir növ o qorxulara mən özümü buraxmışam. İtirməyi özüm üçün qəbul etmişəm. Həyat o vaxt başlayır ki, ölməyi qəbul edirsən ki, sən bir zaman bu həyatda olmayacaqsan. Mənə görə itirmək qorxusunun kökü bu ölmək, itirmək, bütün bunların üzərində durur. Həyatdan sonra ölüm gəlmir. Ölüm və həyat paraleldir. Yəni bizlər hər gün ölürük və dirilirik. Təbiətin dəyişilməyi ölümdür. Hər anımız ölür, yenisi dirilir. Yəni biz daim yüzlərlə, minlərlə ölümü, itkini müşahidə edən insanlarıq. Biz itkidən nəyə görə qorxmalıyıq? Və mən bir müddət özümə o qədər bu şeyləri aşılamışam. İtirməyi özüm üçün qəbul etmişəm. Bundan əvvəl ölüm barəsində danışdıq.